insan da yaşlaşdıqca mədə xərçənginin yaranma riskini 1-2 artırır. Bu mədə-altı vəzinə də aiddir. Qida ilə bağlıdır. Mədə-altı vəzi xərçəngi daha çox qidadan çox son vaxtlar onun da kəskin artım tendensiyası müşahidə olunur. Deyək ki, mən ayda əvvəl 1 xəstə görürdüm, indi ayda 20 xəstə görürəm mədə-altı vəzi ilə bağlı. Mən daha çox onu şirniyyata bağlı artıq çəki. Məsələn, bir var artıq çəki, insanlar bütün günü toyuq da yeyib, ət də yeyib, artıq çəki ala bilər. Çörək də yeyib, artıq çəki ala bilər. Şirin şeylər də yeyib, artıq çəki ala bilər. Əgər şirniyyata bağlı artıq çəki varsa, mədə-altı vəzi xərçəngi üçün çox böyük riskdir. İstənilən şirniyyat, ənənəvi şirniyyat, yoxsa yox, şirniyyat, yeni məsəl üçün tortlarda içində yağı bəllidir? Yəni şirniyyat dediyimiz şirniyyatla xərçəngin bir əlaqəsi yoxdur. Şirniyyat metabolizmanı pozur. Metabolizmanı pozduğu üçün artıq çəki yaranır. Artıq çəki də birinci növbədə mədə-altı vəzi xərçəngi üçün riskdir. Artıq çəki necə məsəl üçün şəkər üçün bir riskdir. Amma artıq çəkinin şirniyyata bağlı qisminə mən bağlayıram daha çox, məsəl üçün mədə-altı vəzi xərçənginin artımı. Amma başqa xərçənglərlə əlaqəsi yoxdur. Mədə-altı vəzi əməliyyatla mı düzəltmək olar, yoxsa dərman preparatları ilə? Necə müdaxilə? Mədə-altı vəzi xərçəngi %95% cərrahi əməliyyat göstərişi olmur. Niyə? Çünki mədə-altı vəzi xərçəngi həmişə xəstə həkimə müraciət edəndə sarılıqla gedir. Çünki mədə-altı vəzi elə bir yerdə yerləşir ki, onun tam böyründə öd yolları keçir. Tam onun yanındadır. Orada olan bir 2 santimetrlik bir şiş həmən öd yolunu sıxır, sarılıq əmələ gəlir və xəstə belə həkimə müraciət edir sarılıqla. Və o zaman da artıq müayinələr nəticəsində sarılıq olmayana kimi bilmir. Mədə-altı vəzin 3 hissəsi var da, mədə-altı vəzin başı var, gövdəsi var, quyruğu var. Gövdə və quyruqda olarsa xəstə simptomsuz gedər və yəni daha çox ağrı ilə olar. Müəyyən bir vaxtdan sonra böyüyər, orada olan sinirləri sar, ağrı verər. Amma mədə-altı vəzi xərçəngi 90% halda başından yaranır. Başı isə ağrısız gedər, sadəcə öd yoluna yaxın olduğu üçün öd yollarını sıxar və sarılıqla üzə çıxar. Ağrısız gedər. Sarılıq da olduğu müddətdə siz onu həmən dəqiqə kompüter tomoqrafiya bəzən MRT edirlər. MRT eləyəndə çox vaxt orada arteriya venalar var. Məlum olur ki, şiş həm öd yolunu sıxıb, həm arteriyaya yapışıb, həm veniyaya yapışıb. Bunlar artıq cərrahi əməliyyat üçün əks göstərişdir. Siz onu əməliyyat eləyərsiniz və proqnoz pisləşər. Niyə? Çünki axı o damara yapışmaq o demək ki, damarın içinə də keçib. Damarın içinə keçibsə, demək qan dövranı da var. Qan dövranı da varsa, bütün qan dövranı da var anlamına gəlir. Siz onu oradan çıxartmaqla, yəni heç bir şeyin nail ola bilmirsiniz. Çünki qan dövranında olanlar başqa bir yerdən çıxır. Və mədə-altı vəzində proqnozu ümumi götürəndə çox da yaxşı olmadığı üçün orada çox ehtiyatlı olmalıdır.